Bu psixologiya tərəfinə girmək istəyirəm biz bu yaddaş tərəfə daha çox köklənək. Misal üçün baxın burada biz yaddaş texnikalarını öyrəndik, bildik. Bu bizim həyatımızda hansı mərhələsində bizə lazım olacaq və bu hansı yaş həddlərinə qədər öyrənilə bilər? Yaddaş texnikalarını hamı öyrənə bilər. Məhdudiyyət yoxdur. Yox, məhdudiyyət yoxdur. Mən yaddaş olimpiadalarında iştirak eləyəndə babam yaşında insanlar var idi ki, orada bizlə bir yerdə yarışırdılar. 58, 60, 65 yaşında insanlar da var idi. İndinin özündə də yəni dünyada, Avropada, Amerikada, başqa xarici ölkələrdə yaşayan 80-ə yaxın yaşı olan yaddaş grossmeisterləri var. Alt limiti də yoxdur. Sadəcə olaraq tədrisinə gəldikdə elə insan var ki, o özü kateqoriya qoyur. Məsələn, mən çox kiçik uşaqları bunu öyrətmirəm. Kiçik dediyimiz? Yəni 13-14 yaşından aşağı uşaqlardan məşğul olmuram. Ümumiyyətlə psixologiya sahəsində də məşğul olmuram. Bu mənim öz şəxsi seçimimdir. Bu demək deyil ki, yəni bu mümkün deyil. Sadəcə mən bunu tərcih etmişəm. Ancaq yəni 13 orada bizim fotoqrafik sürətli oxu təlimimiz də var. Məsələn, o 12 yaşından etibarən onun limiti var. Yəni məndən asılı deyil o. 12 yaşından aşağı bu öyrədilmir. Çünki orada göz əzələləri məşq etdirilir və göz əzələlərinin fiziki olaraq oradakı əzələ inkişafı 12-də tamamlandığına görə 12-dən aşağı biz bunu öyrətmirik. Amma belə mən özüm 13-14 yaşından etibarən məşğul oluram. Yuxarı bir yaş limiti yoxdur. Mənim ən son tələbələrim arasında 54-55 yaşlarında bir xanım da var idi. Sürətli oxumada. Yaddaşda da, sürətli oxumada da 14-15 yaşlarında gənc bir yeniyetmə də var idi. Hər yaş kateqoriyasından insan olur. Və bu öyrənilə bilən bir şeydir. Hamı bunu öyrənə bilər. Hamının öyrənməsi mümkündür. Mümkündür.